Salam. 8-ci sinif 1-ci hissədən mövzumuz olacaqdır 4.1 heyvanlarda tənəffüs. Bildiyiniz kimi canlı orqanizmlər öz həyatlarını davam etdirmək üçün lazım olan enerjini qidalı maddələrin oksidləşməsindən əldə edirlər ki, bunun üçün də orqanizmə mütəmadi sürətdən oksigen daxil olmalıdır ki, bunun nəticəsində qidalı maddələr oksidləşsin və enerji əldə olunsun ki, bu da həmin orqanizmin həyat fəaliyyəti nəticəsində lazım olan enerji ilə təmin etmiş olsun ki, bu da tənəffüs prosesi adlanır. Burada soruşulur, canlılar tənəffüs prosesi üçün lazım olan oksigeni necə mənimsəyirlər? Bildiyiniz kimi, oksigenin qəbul olunması ola bilər ki, bədən səthi ilə olsun, ola bilsin ki, dəri vasitəsilə və yaxud ağciyər, traxeya və qəlsəmələrlə həyata keçirilsin. Bu, onların yaşayış mühiti ilə əlaqədar olaraq müxtəlif tənəffüs orqanlarından oksigenin əldə olunması sayəsində mümkün olur. Tənəffüs prosesinin orqanizm üçün əhəmiyyəti nədir? Qeyd elədik ki, həyat fəaliyyəti prosesləri üçün enerji lazımdır və orqanizmi enerji ilə təmin etmək üçün üzv maddələrin oksidləşməsi lazımdır. Bunun üçün də orqanizm üçün tənəffüs prosesi əhəmiyyətli hesab olunur. Tənəffüs həm orqanizm ilə həyat mühit arasındakı qazlar mübadiləsi kimi başa düşülür. Atmosfer oksigeni hüceyrə və toxumalara bilavasitə qanla daşınır. Canlılarda xüsusi tənəffüs orqanlarında baş verən qazlar mübadiləsi, yəni ətraf mühitlə tənəffüs orqanları arasında olan qazlar mübadiləsi xarici tənəffüs, toxuma ilə qan arasında baş verən qazlar mübadiləsi isə daxili tənəffüs hesab olunur. Burada fəaliyyətdə qurbağanın tənəffüs tipləri haqqında məlumatı öyrənəcəyik. Burada soruşulur, qurbağanın fərdi inkişaf mərhələlərini nəzərdən keçirin. Həmin mərhələlərin tənəffüs tiplərini və mexanizmini müəyyənləşdirin. Müəyyən edilmiş tənəffüs tiplərini mühitlə əlaqələndirərək təhlil edin. Baxırıq, bildiyiniz kimi, bu qurbağanın inkişaf dövriyyəsidir. Qurbağa metamorfoz keçirir, yəni onların yumurtalarından mayalanmış ziqot, ziqotdan əmələ gələn çömçə quyruq yetkin fərdə oxşamır və bu dolayı inkişafa aiddir. Bildiyiniz kimi, bunda enerji təminatını həyata keçirmək üçün qazlar mübadiləsi olmalıdır. Bir hüceyrəli olan ziqot qida maddəsini, yəni onun sarı maddəsində, yumurta sarısında ehtiyat qida maddələri var ki, onların oksidləşməsi üçün ora daxil olan oksigen bilavasitə hüceyrənin membranı vasitəsilə olur ki, bu bədən səthi ilə tənəffüs adlanır. Çömçə quyruq isə gördüyünüz kimi xarici qəlsəmələrə malikdir. Xarici qəlsəmələr suyun içərisində suda həll olmuş oksigeni qəbul edir, karbon qazını isə su mühitinə verir və beləliklə də orqanizmin oksigenə olan tələbatı ödənilmiş olur. Qurbağa çömçə quyruğu böyüyüb yetkin qurbağaya çevrilməsi zamanı isə gördüyünüz kimi su mühitində dəri vasitəsi ilə tənəffüs mövcud olur ki, onlarda bu zaman burun boşluğu hələ bağlı olur. Bədən səthi vasitəsilə, dəri vasitəsilə tənəffüs həyata keçirilir. Xaricə çıxmış yetkin qurbağalar isə bildiyiniz kimi dəri ilə yanaşı, həm də ağciyərlərlə tənəffüs etmiş olurlar. Yəni, atmosfer havasının oksigenindən istifadə edirlər. Müzakirə edin. Sizcə niyə yetkin göl qurbağası ağciyər tənəffüs etsə də sudan kənarda uzun müddət yaşaya bilmir? Fikrinizi əsaslandırın. Bildiyiniz kimi, qurbağanın ağciyərləri kisə formasındadır. Onların oksigenə olan tələbatı sırf ağciyər hesabına ödənilə bilmir. Ona görə də hər iki dəri və ağciyərlər birlikdə fəaliyyət göstərdikdə bu zaman
oksigenə olan tələbat ödənilmiş olur. Nəm dəri iştirak edir onlarda qazlar mübadiləsində. Dəri quruyarsa, bu zaman tənəffüs prosesi çətinləşir, hətta qurbağalar ölə bilər. Odur ki, quruda qurbağalar uzun müddət qala bilmirlər. Düzdür, dərilərində ifraz müəyyən deməli seli ifraz edən vəzlər mövcuddur. Yəqin ki, dəri tez quruduğuna görə onlar çətinlik çəkmiş olurlar. Ona görə də həm su mühitində, həm quruda növbəli olaraq yaşayırlar, həm də ola bilsin ki, suyun kənarlarında nəmişli yerdə və yaxud da ki, günəşli olmayan yerlərdə onlar fəaliyyət göstərirlər. Canlılarda müxtəlif tənəffüs orqanları mövcuddur ki, bu onların yaşadığı mühitlə əlaqədardır. Gördüyünüz əmöbdə qazlar mübadiləsi, əmöb bildiyiniz kimi bir hüceyrəlidir. Su mühitində yaşayır. Bu zaman onun hüceyrəsindən xarici mühitə karbon qazı verilir su mühitinə. Hüceyrəyə isə öz növbəsində oksigen daxil olur ki, bu bədən səthi vasitəsilə tənəffüs adlanır. Bu membran, hüceyrə membranından keçir oksigen və yaxud karbon qazı. Ona görə buna mən həm də membran tənəffüs də deyə bilərəm. Bədən səthi ilə tənəffüs evqlena, infuzor tərlik, axplanarı və hidra kimi orqanizmlərdə də mövcud olur. Onlar mühitdən oksigeni ya bədən səthi ilə, ya da dəri vasitəsilə əldə etmiş olurlar. Belə ki, gördüyünüz kimi bədən səthi ilə tənəffüs həm axplanarıda, çünki axplanarıda hələ tənəffüs orqanlar sistemi yoxdur. Ona görə də bədən səthi ilə tənəffüs mövcuddur və gördüyünüz bu hidranın da bədən səthi vasitəsi ilə tənəffüs prosesi həyata keçirilir. Yəni, burada da membrandan oksigenin hüceyrəyə daxil olması, karbon qazının isə xarici su mühitinə daxil olması həyata keçirilmiş olur. Soxulcanda isə dəri tənəffüsü mövcuddur. Dəri tənəffüsünün üzəri gördüyünüz kimi eftermis hüceyrələridir. Sonra əzələ qatıdır, toxuma hüceyrələrdir və burada dəridə həm də əzələ qatında gördüyünüz kimi qan kapillyarları mövcuddur. Qan kapillyarların qanın tərkibinə nəm dəri vasitəsilə oksigen daxil olur, əvəzində isə karbon qazı qandan xarici mühitə verilmiş olur və beləliklə də venoz qan arterial qana çevrilmiş olur. Orqanizmlər mürəkkəbləşdikcə onların oksigenə olan tələbatı da artır və onu həyata keçirmək üçün müxtəlif tənəffüs sistemləri mövcuddur. Belə tənəffüs sistemlərindən biri qəlsəmə tənəffüsüdür. Qəlsəmə tənəffüsü ola bilər ki, xarici qəlsəmə olsun, bax, proteydə olduğu kimi quyruqlar dəstəsinə aiddir və yaxud da ki, qurbağanın çömçə quyruq adlanan süfrəsində də xarici qəlsəmələr mövcuddur. Onlar su ilə təmasda olaraq suyun tərkibində olan oksigenin qəbul olunmasını və karbon qazının su mühitinə verilməsi təmin olunur ki, bu xarici tənəffüs hesab olunur və yaxud xarici qəlsəmələrlə həyata keçirilmiş olur. Balıqlarda, iki taylı mollyuskalarda, xərçənglərdə daxili qəlsəmələr mövcuddur. Onlar bədənin daxili hissəsində yerləşir. Bildiyiniz kimi, balıqlarda qəlsəmə qapaqları mövcuddur. Onlar qəlsəmənin üzərini örtür. Qəlsəmələrin özləri isə bir neçə hissədən ibarət olur. Gördüyünüz kimi, bax, bu gördüyünüz sərhəd, bax, çəkdiyim, bax, xət qəlsəmə qövsü hesab olunur. İçəriyə tərəf yerləşən bu dişciklər isə qəlsəmə dişcikləri adlanır. Xarici tərəfə qırmızı rəngdə yerləşən hissə isə qəlsəmə yarpaqcıqları adlanır ki, qəlsəmə yarpaqcıqlarının bu rəngdə olması orada çoxlu miqdarda qan kapillyarlarının olması ilə əlaqədardır. Bildiyiniz kimi, balıqlar suyu tənəffüs etmək üçün suyu udurlar. Su ağız boşluğundan onlardan deməli qəlsəmələrə keçir. Qəlsəmələrdən isə qəlsəmə dişcikləri, qəlsəmə qövsü nəhayət qəlsəmə yarpaqlarına çatdıqda qəlsəmə yarpaqları ilə qəlsəmənin yarpaqlarında olan qan kapillyarları ilə suda həll olmuş oksigen arasında qazlar mübadiləsi baş verir.
Gördüyünüz kimi, bax bu oxun işarəsi suyun deməli qəlsəmələrdən keçmə istiqamətini göstərir, amma qəlsəmə kapillyarlarında isə deməli qanın axma istiqaməti suyun axma istiqamətinin əksinə yerləşir. Yəni əvvəlcə venoz qan irəlilədikcə su ilə daha yaxşı təmasda olaraq qazlar mübadiləsinin həyata keçirilməsini təmin edir ki, bu da venoz qanın arterial qana çevrilməsinə əlverişli şərait yaratmış olur. Düşün, müzakirə et. Sizcə balıqlarda qəlsəmələr su ilə yuyularkən yalnız qazlar mübadiləsi baş verir? Fikrinizi əsaslandırın. Qeyd elədik ki, qəlsəmələrlə tənəffüs prosesi keçir həyata, venoz qan arterial qana çevrilir və qəlsəmənin quruluşu haqqında mən məlumat verəndə dedim ki, daxilə doğru ağız boşluğu istiqamətində deməli dişciklər yerləşir. Bax, bu gördüyünüz qəlsəmə dişcikləri. Balıqlar tənəffüs etmək üçün suyu udmalıdırlar. Udulmuş su qəlsəmələrdən keçərkən qəlsəmə dişcikləri suyun gətirdiyi qidalı maddələri tutub saxlayır, udulağa doğru istiqamətləndirir və deyə bilərik ki, qidalanma prosesi ilə tənəffüs prosesi balıqlarda birgə həyata keçirilmiş olur. Daxiliyə tənəffüsdə mövcuddur. Gördüyünüz bu hörümçəkdir. Hörümçəkdə həm ağciyər tənəffüsü, ağciyər onlarda kitab şəkilli olur, həm də traxeya tənəffüsü mövcuddur. Yəni, bunlarda iki cür tənəffüs orqanı mövcuddur. Oksigena olan tələbatlarını ödəməkdən ötürü. Traxeyalar isə cücülərdə daha yaxşı inkişaf edib. Traxeyaların xarici mühitlə əlaqəsi nəfəsgah adlanan və yaxud stigma adlanan hissə ilə olur. Bax, burada gördüyünüz bu, o adətən qarıncığın alt hissəsində yerləşmiş olur. Həmçinin də üçüncü döş boğumunda da ola bilər. Deməli, nəfəsgahlar yerləşir. Nəfəsgahlardan hava daxil olur traxeyalara, traxeyalardan isə traxeollara, traxeollardan isə birbaşa hüceyrələrə oksigen daxil olur, oradan isə karbon qazı qəbul olunur və beləliklə qazlar mübadiləsi həyata keçirilir. Və burada biz fikir versək, hava qovcuqları da var. Bildiyiniz kimi həşəratların əksəriyyəti uçma qabiliyyətinə malikdir. Mən qeyd edərdim ki, bu hava qovcuqlarına dolmuş hava onların bədənlərinin yüngül olması üçün şərait yaradır. O da onların uçmasını asanlaşdırır. Bu qədər dərsimizin qalanı, yəni ağciyər tənəffüsü hansı quruluşdadır, hansı deməli xordalların hansı siniflərində, onun haqqında isə növbəti dərsimizdə məlumat verəcəyəm vaxtla əlaqəli olaraq. Sağ olun.